Qətiyyən dövlət başçısına qarşı çıxmaq olmaz, haramdır. Mitinglər haramdır. Çünki mitinglər əvvəlki vəziyyətdən daha pisini gətirir. Heç bir ölkədə, misal üçün Suriyası olsun, İraq olsun, peşmançılıq çəkdilər. Ona görə yəni dinimiz bax bu şeylərə görə mitingləri haram. Gördüyünüz bu videoda İlham Əliyev təbliğ olunur, ona qarşı müqavimət göstərmək, ona qarşı etiraz etmək, onu tənqid etmək, onun davranışlarını ifşa etməyi bir nəfər haram elan eləyir. Bu adam başqa videolarda da görünür ki, bu adam müəyyən marketlərə gedir, xüsusən məhəllə marketlərinə, kənd marketlərinə və oradakı borc dəftərini alır, onun borcunu ödəyir və bunu da cəmaata göstərir. Əvvəla belə deməli vəziyyətdən sui-istifadə hallarıdır. Çünki əgər bir adam həqiqətən başqasına kömək eləyirsə, onu bu cür ictimailəşdirməyə ehtiyac yoxdur, gərək yoxdur. İkincisi, Azərbaycan əhalisinin, xalqının bu günə düşməsi bu təbii hal deyil. Yəni, Azərbaycan xalqının kasıb olması təbii hal deyil. Bu, süni şəkildə hökumət tərəfindən, İlham Əliyev hakimiyyəti tərəfindən Azərbaycan xalqı süni olaraq kasıblaşdırılıb. Bu cür əzilmək üçün, ölkədən didərgin salmaq üçün və heç bir halda etiraz etməyə cəsarəti, deməli, gücü, qüvvəti olmaması üçün Azərbaycan xalqı süni olaraq, süni yollarla kasıblaşdırılır və bu cür adamları da ortaya çıxardıb, deməli, güya yaxşılıq eləyirlər və s. adı ilə cəmaatın pulu ödənilir. İstər-istəməz cəmaat da, xalq da yaxşılığın həmişə qədrini bilib. Ona görə də bu cür insanlara bir simpatiya yaranır. Deməli, əslində məqsəd cəmaatın pulunun, borcunun bağlanması deyil. Məqsəd əslində İlham Əliyevə qarşı etiraz edilməməsini təbliğ etməkdir. Əvvəlcə, deməli, belə bir iş görürlər. Ondan sonra deyirlər, hə, indi İlham Əliyevə qarşı sən etiraz eləyə bilməzsən, çünki mən sənin borcu bağlamışam, mən xalqın, əhalinin borcunu verirəm, ona görə də sən mənə itaət eləməlisən. Tarixdə belə bir məlumat var ki, bir gün Muaviyə lənətullah, Allah ona lənət eləsin və onun tərəfdarlarına da lənət eləsin. Deməli, göstəriş verir ki, körpə uşaqlara quzu paylasınlar, çünki o dövrə də uşaqların daha çox meyli vardı. Sonra həmən o quzular bir neçə gündən sonra deyir ki, bunu Muaviyə paylatdırır, bir neçə gündən sonra o quzunu yığdırır, geri alır və deyir ki, bu quzuları Əli sizdən geri alır. İnsanlarda Həzrət Əli əleyhissalama nifrət yaratmaq üçün bu cür belə bir vasitədən, iyrənc bir vasitədən istifadə olunur. Həmən, deməli, bu hadisədə mənə o hadisəni, deməli, rəvayəti xatırlatdı. Əziz Azərbaycan xalqı, əziz Azərbaycanlılar, sizin bu qədər kasıblanmağınız təbii halınız deyil. Bu qədər kasıblanmağınız bir mənalı olaraq Əliyev tayfa rejiminin, deməli, əl işidir. Bu rejim sizi bu vəziyyətdə səfir gününə gətirir, çıxardır, dilənçi vəziyyətinə gətirib salır. Sonra bir nəfəri də güya da bu imkanlıymış, gəlir, çıxır ortaya və sizin borclarınızı bağlamaqla sizi müasir qul vəziyyətinə salır, sizi müasir kölə vəziyyətinə salır. Ona görə də bu cür məsələlərə aldanmayın. Bu, hansı əqidənin daşıyıcısıdır, vəhabidir, filan bəsməkən, bu barədə mən ümumiyyətlə danışmaq istəmirəm. Əvvəl ona görə ki, əlimdə dəqiq faktım yoxdur. İkincisi də bunun vəhabi olub-olmaması mənim bu dediklərimdə və ümumiyyətlə məsələnin mahiyyətində qətiyyən dəyişdirmir. Məsələnin mahiyyəti isə tam fərqlidir. Bu rejim istəyir ki, insanları bilərəkdən kasıb vəziyyətinə salıb, indi də o insanları kölə eləmək istəyir. Açıq şəkildə insanları qul eləmək istəyir. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.